Əziz kitab sevərlər, bugün sizə Azərbaycan oxucularının ən sevimli müəlliflərindən olan Wolf Thornun Şizofrenik əsərini təqdim edirəm. Müəllifin qələmindən oxuduğum ikinci kitab olan Şizofrenik, psixiatr Ian Forstnerin başına gələn qəribə hadisələr, onun öz keçmişi ilə üzləşməsi barədədir. 23 il əvvəl kiçik qardaşı itkin düşmüş psixiatrın atası da qısa müddət sonra dəhşətli avtomobil qəzasında ölür. Qardaşının itkin düşməsi, həmçinin atasının qorxunc aqibəti yana ağır psixoloji travma yaşadır. Kabuslarından xilas olmaq, yenidən həyata qayıtmaq istəyən Ian, nəhayət ki 23 illik dəhşətli müəmmaların axtarışına çıxır. 20 ilə yaxın psixiatr kimi fəaliyyət göstərmiş və oxucularını yaxşı qorxutmağı, həmçinin gərginlikdə saxlamağı bacaran Wolf Thorn bu əsərində də kifayət qədər axıcı və yaradıcı bir süjet ortaya qoymağı bacarıb. Hər birinizə müəmmalar, sirlər və qaranlıq keçmişə işıq tutmaq istəyən bu kitabı oxumağı tövsiyə edirəm. Sağlıqla qalın, kitabla qalın.